Salam əziz izləyicilər. Bugün biz ikinci dəfə sizinlə birlikdəyik. Biz hal-hazırda Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı layihəsinin ikinci proqramındayıq. Layihəni dəstəklədiyinə görə, maliyyələşdirdiyinə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə xüsusi təşəkkür edirik. Bugünkü mövzumuz, daha doğrusu proqramımızın mövzusu və adını biz Odlar Yurdunun Palçıq Möcüzələri adlandırdıq. Qonağımız isə Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlidir. Xoş gəlmisiniz Elman müəllim. Necəsiz? Sağ olun, yaxşı olasınız. Elman müəllim, bildiyiniz kimi bizim mövzumuz palçıq vulkanları və ekoturizmin inkişafıdır və bu barədə biz sizin fikirlərinizi almaq istəyirik. Bizim sizə bəzi suallarımız var və biz çox istəyərdik ki, siz o sualları bizim üçün cavablandırasınız və bizim izləyicilər də mənə elə gəlir ki, çox maraqlı və daha doğrusu çox diqqətlə izləyəcəklər. Çünki bu palçıq vulkanları mövzusu bizim vətəndaşlar üçün demək olar ki, yeni bir mövzuya çevrildi. Keçən dəfəki verilişimizdə də biz bunun haqqında danışdıq. Turistlərin cəlb olunması, ümumiyyətlə maarifləndirmə və təbliğat işləri ilə bağlı nələr aparıla bilər və sizin də fikirləriniz bu barədə bizim üçün çox maraqlıdır. Son illərdə Azərbaycanda qeydə alınan ən maraqlı püskürmə hansıdır? Öncə Səma və Eko İctimai Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinə belə bir faydalı mövzunu gündəmə çıxardığına görə və sizə də təşəkkür edirəm ki, müzakirə açmısınız və məni dəvət eləmisiniz. Təşəkkür edirəm. Olduqca faydalı bir mövzudur. Palçıq vulkanları cəmiyyətin bəlkə də diqqətində deyil o qədər. Çünki bu təbiət hadisəsidir. Hardasa deyək ki, vulkan püskürəndə hansısa sosial şəbəkə hesabında kimsə video yayır və yaxud hansısa kütlə informasiya vasitəsilə xəbər verəndə cəmiyyətin diqqətini çəkir. Amma bu mövzunun adından da çox gözəl seçmisiniz mövzunu. Odlar Yurdunun təbiət möcüzəsidir həqiqətən də. Palçıq vulkanları unikal bir hadisədir Azərbaycanda. Son zaman, ümumiyyətlə, dünyada 2500-dən çox palçıq vulkanı qeydə alınıb. Onun hardasa 400-ə yaxın Azərbaycan ərazisindədir. 250-si quruda, 150-si isə Xəzər dənizindədir. Yəni Xəzər dənizində də palçıq vulkanları püskürür. Quruda daha çox İç-Şirvan ərazisində, Qobustanda palçıq vulkanları var. Bir neçə böyük palçıq vulkanı var. Onların adları da qeyd olunub, ictimaiyyətə də məlumdur. Yəni Qobustan palçıq vulkanı, Torpaq qaya, Ayran tökən, Orman bozdaq palçıq vulkanları ən böyük, nəinki Qafqazda, dünyada ən böyük palçıq vulkanlarından sayılır. Cəmiyyətin diqqətində olası mövzudur bu əslində. Çünki bu bir neçə sahənin inkişafına təkan verə bilər. Bunlardan biri, məsələn, palçıq vulkanlarının iqtisadi səmərəsi var. Turizmin inkişafına təkan verə bilər. Nəqliyyat infrastrukturunun, deyək ki, taksi xidmətinin inkişafına təkan verə bilər. Kiçik ailə biznesinin inkişafına təkan verə bilər. Yəni bu, siz bilirsiniz, 2024-cü ildə, yəqin ki, mətbuatdan xəbəriniz var, Cənab Prezidentdə açılışına getmişdi. Qobustanda böyük bir palçıq turizm kompleksi açılıb. Orada 12 hektar ərazini əhatə eləyir, müxtəlif əyləncə qurğuları var, sərgi salonları var. Çox möhtəşəm bir binası var oranın və turizm infrastrukturu var. Orada 60-a yaxın insan çalışır. Yəni yeni açılıb da, yeni açılıb və bu sosial məsələdir həm də. Yəni insanların işsizlik probleminin həlli üçün mühüm addım ola bilər. Bundan başqa sağlamlıq turizminin inkişafında palçıq vulkanlarının böyük rolu var. Siz bilirsiniz ki, palçıq vulkanları neft və qaz yataqlarının üzərində yerləşir. Azərbaycanın yerləşdiyi bölgədə, yerin təkində zəngin karbohidrogen yataqları var. Əslində, elə palçıqla çıxan suyu, qazı, palçığı yerin aşağı qatlarından səthinə itələyəndə həmin o karbohidrogen ehtiyatlarıdır. Orada qaz sıxışması baş verir və o boş, həm də tektonik ərazilərdə baş verir, maraqlıdır. Və bu palçıq vulkanı püskürür. Palçıq vulkanı indi biz bilirik də bu böyük vulkanlardan fərqli odur ki, bu yanar lava axıtmır.
O daha təhlükəli təbiət hadisəsidir. Dünyanın böyük vulkanları var da bilirsiniz. Palçıq vulkanından çıxan su, qaz və palçıq ilıq olur. O qədər qaynar olmur. Amma istənilən halda onun ətrafında ev tikilməsi, sonra deyək ki, turizmin təşkilində üzə çıxan müəyyən boşluqlar var. O gərək olmasın. Məsələn, əraziyə bələdçisiz yaxınlaşmaq olmaz. Ərazini tanıyan adamların müşayiəti ilə ziyarətçilər Palçıq vulkanına yaxınlaşmalıdır. Bir məsələ, bir haşiyə çıxım, bir neçə il əvvəl belə bir məsələ var idi. Bilirsiniz ki, 90-cı illərdə, 2000-ci illərdə torpaq işbazları vardı da, bu tikinti işbazları. Onlar hara gəldi, hansı sahə gəldi, oranı satırdılar. Fərdi yaşayış, deyək ki, evlərinin tikilməsinə üçün satırdılar. Bələdiyyə qurumları və digər aidiyyəti qurumlar. Hətta neftlə çirklənmiş torpaqlar belə satılırdı, neft şirkətinin əraziləri satılırdı, elə indi də mübahisəli evlər var. Çox təəssüf ki, palçıq vulkanlarına çox yaxın yerlər də satılıb. Bu çox təhlükəlidir. Yəni, indi evdə, belə deyək, ev hərbi hissə deyil ki, lap hərbi hissədə də belə canlı qüvvə var, əskər var, onu da canlı yandıra bilər bu. Palçıq evin üstünə sıçraya bilər. Yəni, isti palçıq, su, sonra orada atmosferə müəyyən elementlər atılır axı, qazlar atılır. Bunlar yaşayış üçün çox təhlükəlidir. İnsanda dəri xəstəlikləri əmələ gələ bilməz. Sosial şəbəkələrdə mən izləyirəm, xüsusən türklər Azərbaycandakı palçıq vulkanlarına çox maraq göstərirlər. Çoxlu video blogerlər var, onlar vloqlar çəkirlər, öz YouTube kanallarında yerləşdirirlər. Məsələn, onları aparırlar, belə bayaq birini izlədim, girib o çamur vannası deyir də türklər, palçıq vannasında məsələn çimir də, girir bədənini tamamən palçığından örtür. Əslində bu həkim məsləhəti olmadan birbaşa ora baş vurmaq doğru deyil. Siz bilirsiniz, Bakıda da var bu zığda yerin altından çıxan Duz gölü, yəqin ki, eşitmişsiniz, Zığ qəsəbəsinə yaxındır. Duz gölü var, daha böyükdür. Bir də Yod gölü var. Yod gölünün sahəsi kiçikdir, amma Duz gölü böyükdür. Mən sizə danışıram, mən yay tətil günlərində, yayda, qışda orada çimmək olmazdı, təbii ki, dəniz mövsümündə. Məsələn, ora girirdi insanlar, gölün bu başından o başına gedirdi, batmırdı. Duz o qədər sıx idi. İndi ora o qədər məişət tullantıları atılıb ki, çirkab suları, kanalizasiya suları. Yəni, antropogen təsirlər nəticəsində bəzən o cür bax, deyir ya, Odlar yurdunun möcüzə, deyək ki, təbiət hadisələri. Onu bəzən insan amili sıradan çıxardır, keyfiyyətini azaldır. Hətta təhlükəli bir məcraya çevrilir ora, bir məkana çevrilir. Məsələn, orada Yod gölü vardı. Əslində, Yod adıdır, oradan çıxan bromdur. Girirsə, məsələn, palçığı da var. Sürtürsən, insan dəri qırmızı olur. Və indi mən deyərdim ki, indi ora çox təhlükəlidir. Çünki orada böyük bir Zığın özü boyda bir yaşayış məskəni əmələ gəlib, evlər tikilib və oradan da kanalizasiya hara axır? Çox təəssüf ki, həmin gölə axır. Və orada da, bəs deyirəm də, 10 il qabaq o göldə batmırdı. Amma indi o qədər şirin su axıb ki, ora. Məsələn, indi dəniz kimidir. Orada mikroorqanizmlər vardı. Səbəbsə bir həşərat növü yaşayırdı. İndi çoğunu da orada müşahidə eləmək olmur. Başqa çömçə quyruqlar əmələ gəlib, qurbağalar əmələ gəlməsə o qatı duzda onlar yaşaya bilmirdi əvvəl. Amma indi o qədər şirin su qatılıb ki, ora artıq onun biosistemi də dəyişib, tərkibi də dəyişib. Bu baxımdan palçıq vulkanlarını qorumaq lazımdır. Məsələn, mən Binəqədidə palçıq vulkanına çıxdıq. Aşağıda o kraterin aşağısında, 100 metr aşağısında o palçıq vulkanı konusvari bir şey yaranır da, dağ. Onun ətrafında evlər tikilib. Yəni, çox qəribədir. Onu niyə satıblar oranı? Niyə ora? Ora abidədir, tarixi, təbii abidədir. Yəni, bu palçıq vulkanları ekosistem üçün əhəmiyyət kəsb eləyir, demək istəyirsiniz ki? Əlbəttə, doğru deyirsiniz. O müəyyən bitkilər, xırda orqanizmlərin yaşaması üçün orada bir ekosistem formalaşdırır o. O baxımdan turizm obyektlərinə yaxınlaşanda müəyyən təhlükəsizlik qaydalarına
ekoloji standartlara əməl etmək lazımdır. Məsələn, orada yanar maddə ilə yaxınlaşmaq olmaz. Sonra kənar əşya atmaq olmaz. Məsələn, çamurun içinə, o palçığın içində bəzən görürsən ki, uşaqda əlində bir qida qalığıdır, meyvə cecəyidir, onu atır. Olmaz. Yəni o həmin an vulkan püskürə bilərmi? O hər hansı bir Mən elə deməzdim. Çünki orada o mütəxəssislər rəy verirlər axı, nəyə yaxınlaşmaq olar, nəyə olmaz. Amma bu təbiət hadisəsidir, hər şey də ola bilər. Yəni hər halda o təhlükəsizlik qaydalarına əməl olunur. Orada həddindən artıq betonlaşmadan mən Türkiyədə müşahidə eləmişəm onu, təbii ki, sosial şəbəkələr üzərindən betonlaşmaya getmirlər həddindən artıq. Məsələn, hətta turistlərin hərəkət etməsi üçün yaradılan o piyada cığırlar belə səthi taxtadandır, döşəməsi taxtadandır. Yəqin Şuşada görmüsünüz, Şuşada o tarixi qoruq hissəsində elə bir şey yaradıblar. Qobustan o palçıq turizm kompleksində də o var. Sonra ərazidə yaşıl enerji ilə bərpa olunan enerji ilə işləyən nəqliyyat vasitələri, mikromobillər, yəni mikroavtobuslar, sonra turistləri daşımaq üçün istifadə olunsa yaxşı olar. Ərazinin ekoloji cəhətdən təmiz qalmasını biz sağlaya bilərik. Sonra orada bayaq söhbətimiz yarımçıq qaldı. Ərazidə yaşayan insanlar var. Ekoturizmin əsas təməlində elə bu dayanır. Yəni ənənəvi turizmdən fərqli bir siz nədir? Bax belə deyək də bir şirkət yaxud varlı iş adamı gedir, meşənin, çayın kənarında bir səfalı yerdə otel tikdirir. 3 ulduz, 4 ulduz, 5 ulduz və turist gəlir, nə edir? Pulunu ora xərcləyir. Həm pulu çox çıxır, həm belə deyək də o təbiətlə təmasda ola bilmir. Amma ekoturizm turistin birbaşa təbiətlə təmasıdır. Çadır qurur, orada yaşayır. Kəndə enir, kənddəki o fermerin güzaranına bir qatqı. Yumurtanı orada alır, orqanik toyuq əti alır, sonra göyərtini orada alır, tərəvəzin meyvəsini orada alır. Həm kəndin iqtisadiyyatı canlanır, o fermerin cibinə pul girir. Həm də bu sağlamlığının qeydinə qalır da, təbii qida yeyir və ucuz alır. Məsələn, Bakıda indiki qiymətlərlə götürək də, deyək ki, bugünün qiymətləri ilə kənd yumurtasının qiyməti 35-40 qəpikdir. Amma sən onu kənddən yeyib 25 qəpiyə ala bilərsən. Düz yerində. O özü də onda maraqlıdır. Hini doludur yumurta ilə, istəmir qalsın, xarab olsun, gələnə verir də. Düzdür. Ekoturizm həm də, bax deyək ki, palçıq vulkanının yanında yaranıb da ekoturizm. O ətrafda yaşayan icmaların iqtisadiyyatına, güzaranına turistin verdiyi qatqıdır. O da nədən ibarət ola bilər? Gəlin belə deyək, siz 3 saatlıq getmişsiniz turizmə, gəlib yumurta almayacaqsınız ki. Amma o kiçik ailə təsərrüfatlarında, kiçik ailə biznesi olur onların. Məsələn, suvenir düzəldib sata bilərlər. Tamam, məsələn, siz bir turizm obyektinə gedəndə adətən xatirə olaraq nəsə alırsan oradan. Mütləq. İstanbula gedəndə mütləq, ən azından maqnitlər alınır. Bəli, Ayasofyanın şəkli olan üstündə bir balaca suvenir alırsan. Bakıya gələn Qız Qalasının suvenir alır. İndi orada da o orijinal şəkillər çəkilir də. Onun əsasında bir suvenirlər düzəldə bilər palçıq vulkanı ilə bağlı. Söhbəti çox uzatmayayım. Yəni o ailə biznesinə bu təkan ola bilər. İkincisi taksi xidməti var orada. Yəni o insanlar taksi ilə bizi A nöqtəsindən B nöqtəsinə aparır. O da oradan faydalanır. Yəni ekoturizmin inkişafı bir cəmiyyət üçün çox faydalıdır. Yəni buna hesab edirəm ki, həm aidiyyəti qurumlar, həm vətəndaş cəmiyyəti diqqət ayırmalıdır. Səma və Eko təşkilatının, İctimai Birliyinin bu məsələni gündəliyə gətirməsi, əvvəlcə də dedim, çox faydalıdır. Niyə? Çünki bu vətəndaş cəmiyyətinin diqqətindən kənarda qalmış mövzudur. Bəli. Biz keçən dəfə İradə xanımın özü ilə də proqramdaydı, söhbət elədik bununla bağlı və biz İradə xanımın özünə də bildirdik ki, çox önəmli bir mövzunu gündəmə gətirib həddindən artıq. Yəni palçıq vulkanları o qədər də ictimaiyyətin təbliğatında olan bir mövzu deyildi.
hal-hazırda həm bu maliyyələşdirilib agentlik tərəfindən, eyni zamanda da bunun təbliğatı üçün müəyyən başqa işlər də görülə bilər. Yalnız bu verilişlər, bu podkastlarla dayanmayıb. Və çox təkliflər də irəli sürüldü və sizin də dediyiniz kimi, yəni o hətta suvenirlərin hazırlanması belə, o xüsusi şəkillərin çəkilməsi və yaxud da ki, ətraf ərazidə yaşayan insanların da orada fayda görməsi, bu hamısı bir ekoturizmin inkişafı, eyni zamanda da palçıq vulkanlarının təbliğatına gətirib çıxaracaq. Palçıq vulkanları çıxışımın əvvəlində də qeyd elədim də, neft və qaz ehtiyatları zəngin olan ölkələrdə var, amma əsasən Azərbaycandadır. Yəni bu bizim üçün unikal bir imkandır. Bəli. Gəlin belə deyək də, Gürcüstana yəqin ki, turist səfərlərinə getmisiniz. Ermənistana getməmişik 30 ildə. Yəqin ki, Zəngəzur yolu açılandan sonra, sülh imzalanan sonra ona da gedəcəyik. Çünki bu həm də bu söhbət təsadüfən salmıram ha, çünki bizim vətəndaş cəmiyyətləri arasında təmaslar var. Ermənistan vətəndaş cəmiyyətlə və Azərbaycan vətəndaş cəmiyyətləri arasında təmaslar var. Böyük sülhün imzalanması yolunda cəmiyyətlərin hazırlanması mövzusu gündəmdədir və bu olduqca maraqlı bir prosesdir və faydalı bir prosesdir. Çünki müharibə bitib bu iki cəmiyyət mütləq inteqrasiya eləməlidir. Biz Vahid Qafqazın tərkib hissəsiyik, Cənubi Qafqazın. Mən bunu niyə deyirəm? Çünki ekosistem eynidir, ekoloji problemlər eynidir. Biz sərhədlər nə qədər qapalı qalacaqsa, biz ekoloji problemləri həll edə bilməyəcəyik. Çünki ekoloji problemlər sərhəd tanımır. Məsələn, çaylarımız transsərhəd çaylarıdır. Gürcüstandan axır, Azərbaycandan keçir. Türkiyədən başlayır, Gürcüstandan keçir, bizə Azərbaycandan gəlib Xəzərə tökülür. Eləcə də Türkiyədən başlayır, Ermənistandan keçir, İrandan keçir. Sərhəd ölkələri bir-birindən mehriban olmalıdır ki, bu problemləri də həll eləyə bilsin. Söhbətimə qayıdım. Gürcüstanda çoxsaylı turizm obyektləri var. Batumidə, Tiflisin özündə, Tiflisin relyefi turizm üçün çox əlverişlidir. Yəqin ki, olmusunuz. Bəli. Dağın üzərində yerləşir, Kür çayının sahilində yerləşir, kanatlar düzəldilib orada. Çox maraqlıdır da. Yəni Gürcü mətbəxi var, sonra Gürcü xalqı çox maraqlı xalqdır. Yəni doğrudan, yəni ola bir Qafqazda bir xristian mədəniyyətidir. İnsanlarımız istəyir onu görsünlər. Xüsusən müsəlman ölkələr. Elə bizim özümüz də maraq göstəririk. Amma Gürcüstanda palçıq vulkanı yoxdur Azərbaycanda kimi. Mən deyərdim ki, yəqin ki, bizdə o baxımlı, o yerlər orada yoxdur. Amma Gürcü insanı biz daha yaxşı turizm sektoru qura bilsək, o palçıq vulkanların ətrafında Gürcü insanını cəlb eləyərik. Məsələn, indi gəlin belə deyək də, hər yay pandemiyaya qədər Ermənistandan və Azərbaycandan Gürcüstana axın olurdu. Bəli. Siz inanırsınız, Batumidə erməni Azərbaycan maşınlarının əlindən hərəkət eləmək olurdu. Elədi. Bir həftədə 4 dəfə gedib gəldiyim yadıma gəlir. Bəli, turizm mövsümündə. Gəlin belə deyək, Azərbaycanda o tıxac varmı Gürcü maşınları tıxac yaratsın? Yox. Bizim turizm obyektimiz yerli turistlərin hesabınadır. Bir də bir ara ərəb turistləri gəlirdi, İran turistləri gəlirdi. O da pandemiyadan sonra ümumiyyətlə onların da ayağı kəsilib. Təyyarə ilə gələnlərdə nisbətən imkanlı adamlardır. Yəni bu potensialı inkişaf elətdirsək, siz inanın ki, Qafqaz insanı ona maraq göstərəcək. Çünki təbiət insanın fitrətində var, xislətində. Yəni biz biraz qeyri-standart məsələlər ki var, belə ecazkar bir görüntünü izləməyə meyilliyik. Hamı istəyir ki, təbiət adrenalin sevir insanlar. Məsələn, ay tutulanda görürsünüz insanlar axışır ki, ona baxsınlar. Təbiət hadisələri də elədir. İldırım çaxanda hətta çıxıb baxırlar. Yəni elədir. Hətta hər göy qurşağı çıxanda insanlar onu çəkir, sosial şəbəkələrdə paylaşırlar. Bəli, çox doğru. İndi təsəvvür edirsiniz ki, sizin 50 metrliyinizdə vulkan püskürür. İndi baxın, onu müşahidə eləmək necə insanda xoş hisslər, xoş duyğular oyadır. Yəni o bilirsiniz, turizm, biznes nədir? Biznes insanların həvəsini həm də bu məsələlərə, maraqlı məsələlərə çəkməkdir. Ondan pul qazanmaqdır. Yəni bu möhtəkirlik deyil ki. Təbii ki. Yəni bu sadəcə xidmətdir. O qədər keyfiyyətli xidmət biz təşkil etməliyik ki, turistlər ora axışsınlar. Məsələn, türklər bayaq dedim, çox maraq göstərirlər. Yəni sosial şəbəkələrdə gördüm, keçən dəfə biri paylaşmışdı. Ən sonda, yəni Azərbaycanda gedib görüləsi yerlər deyə bir başlıqda
O başlığın içində mən gördüm ki, palçıq vulkanlarını da əlavə eləyib. Və görürsüz, məsələn mən Duzlu göldə turist görmüşəm. Yəni onlar meyl eləyirlər, gəlsinlər, görsünlər. Əslində müalicəvi əhəmiyyətlidir ha, onu sadəcə biz qoruya bilmərik. İndi bilmirəm, orada kanalizasiya axıntılarının qarşısı kəsilsə, bir neçə ilə özünü bərpa edə bilərmi? O sistem mən onu bilmirəm. Amma hər halda çətin bir prosesdir. Yəni demək istəyirəm ki, yeri gəlmişkən Türkiyə video bloqerlərini deyirik, Cəlal Şöngör gəlib Qobustan palçıq vulkanına. Mən videosunu gördüm, sosial şəbəkədə paylaşılmışdı. Bilirsiniz ki, Türkiyənin ən məşhur alimlərindən biridir, dünya şöhrətli alimdir, yer bilimləri üzrə professordur. Özü gəlib, o da biraz çəkili adamdır. Hərəkət eləməyi də biraz çətindir onun. O indi relyef düz deyil axı orada. Yəni təpəsi var, dağı var bunun. Çox əziyyət çəkir. Mən o videoya baxmışam. Onunla belə bu adam necə maraqlıdırsa, o gəlib onu izləyib və o ağız dolusu danışır Azərbaycanın. Ümumiyyətlə səyyahlar olsun, başqa bir ölkəyə turist gedəndə biz özümüz də elə, ümumiyyətlə səyyahlar siz dediyiniz kimi qeyri-adi bir şeyləri daha çox sevirlər. Nəinki standart bir şeyləri. Yəni yeməkdir, içməkdir, restorandır, oteldir, bütün ölkədə var. Yəni öz ölkəmizdə də var və gələn səyyahların da öz ölkəsində var. Hər kəsə maraqlıdır getdiyi yerdə tarixi yerləri, daha qeyri-adi bir yerləri izləmək. Biz özümüz də başqa ölkəyə gedəndə daha maraqlı bir yerləri görmək istəyirik. Yəni standart bir şeyləri deyil. Çox doğru qeyd elədiniz, yaxşı yadıma saldınız. Əslində ekoturizmin fəlsəfəsinin əsasında da elə bu dayanır. Yəni o qeyri-adi həyat tərzini insanın özünün yaratması. Bayaq dedim, yaxşı ifadə eləmədim. Yəni siz söhbəti yaxşı gətirdiniz bura yenidən. Məsələn 5 ulduz, 4 ulduz, yəni standart bir paket alırsan, getsən dincərsən. Bunu hamı edir də. Hamı eləyə bilir və hər ölkədə var bu. Təəccüblənmirsən. Rus turistlərinin bir yaxşı bir ənənəsi var. Onlar həmişə bir hekayət, bir sərgüzəştlə yadda saxlayırlar. Eynən biz keçən dəfəki verilişimizdə də qonaq elə dedi ki, bu palçıq vulkanlarının deyil, bir hekayəsini yaratmaq lazımdır. Eynisini də bax siz deyirsiniz. Ümumiyyətlə ekoturizm elə birbaşa onunla bağlıdır. Məsələn gedirsən 5 ulduz oteldə dincəlirsən, gəlsən, heç nə sənin yadında qalmır. Telefondan əl çəkə bilmirsən, yemək hazır qarşına gəlir. Hamı Wi-Fi kaldığını soruşur. Götürürsən, bəli. Amma bunu ekoturizmdə çadır qurursan. Bizim ekoloq dostlarımız var, səyyahdılar. Məsələn, birinin adını çəkə bilərəm. Mirəli müəllim, Mirəli Şucayev. Dünyanın 4-5 ölkəsində gedib və özü də piyada gəzməkdə xoşlayır. İranı gəzib, quru sərhədləri açıq olana qədər. Türkiyəyə gedib, Gürcüstana gedib. İranın haralarına gedib çıxmayıb. Mədain xərabələrini gedib görüb. Qədim, Sasani dövründən qalma abidələri gedib izləyib. Ümumiyyətlə mən sizə deyim, Güney Azərbaycanda, İranda bu çöl mədəniyyəti çox gəlişib. Yəni çöl turizmi, ekoturizm deyək də elə öz terminimizdən. Məsələn, onlar özü çox sadə həyat sürürlər. Adi bir motosiklet deyirik də biz. Ailəsini yerləşdirir ona, gedir, deyək ki, bir süfrəni sərir çəmənliyin üstünə, özləri orada, deyək ki, kartoşkası, nə bilim, yumurtasını qaynadır. Təbii də hər şey. Yəni, onlar onu sevirlər. Ondan, o həyatın dadını, ləzzətini ondan çıxardırlar. Bizim bu səyyah dostumuz da elə tərzi həyatı çox sevir. Qubuya, Azərbaycan turizm obyektləri var da. Hətta bir Şuşaya da gedəndə, indi Şuşada o imkanlar yoxdur, amma Qubada var, Zaqatalıda. Gelib çadır qururlar. Yemək qızdırıcılar götürüblər, yemək pişirmək üçün qaz peçlər, sobalar olur, ondan götürürlər. Manqalları götürürlər, samavarları götürürlər, təbii ki, avtomobillərdə var. Velosipeddə götürürlər, müəyyən məsafəyə velosipedlə qət edirlər. Bu həm də sağlamlıqdır, sizə deyim. Bəli. Elman müəllim, sizin özünüzün belə bir təcrübəniz olub? Vallahi onlar mənə çox təklif ediblər. Çox təəssüf ki, mən vaxt qıtlığından gedə bilməmişəm. Amma adətən kollektivlər yığışıb bir günlük, 2 günlük gedəndə mən də dağa çıxmağı, gedib ocaq qalamağı, belə şeyləri sevirəm. Samavar qalamağı. Bilirsiniz, insanı o şəhərin səsindən, küyündən uzaqlaşdırır. Məsələn, biz meşələri qoruyun niyə deyirik?
meşə o qədər unikal bir sistemdir ki, məsələn ora şəhərdəki olan səs-küy meşəyə girmir. Siz görmürsünüz, meşədə ancaq siz deyərsiniz cırcıramaların səsini eşidərsiniz, quşların səsini eşidərsiniz. Orada nə avtomobil səsi var, nə cip səsi var, nə tüstü var. Sanki insanın o bədən üzvlərdə, ağciyər, hamısı bayram eləyir də, türklərin bir ifadəsi var. Yəni biz bunu, bizdə də meşələr az deyil ki, biz valla onun potensialından istifadə etməyə nəhayət öyrənməliyik. Hər şey 30 ildə müstəqilliyimizin yaşı nə qədərdir ki, bir qərinədir də. Tarixdə bir qərinə göz qırpımıdır. 35 il keçib də cəmi. Biz təbii ki, əldə olunması çoxlu təcrübə var, xüsusən qardaş Türkiyədə. Türkiyədə turizm sənayesi çox inkişaf eləyib. Yəni, biz onun, bilirsiniz, bilməyəndə də kimdənsə öyrənmək lazımdır. Elə mövzumuz çox yaxşı gəldi. Elə bir sual verəcəkdim ki, bu ərazilərin qorunması üçün nə eləmək lazımdır? Hansı tədbirlər görmək lazımdır? Valla, birinci o bələdiyyələr, icra qurumlarının çiynindədir bu məsələ. Çünki onlar birbaşa səlahiyyət sahibidir. Sonra ərazi özəl müəssisədirsə, özəl sahibkarlar çalışırsa, deyək ki, mövsimi olaraq, onların üzərində məsuliyyət var. Yəni, bir intizam məsuliyyəti var. Bu bir ikincisi vətəndaş cəmiyyətin üzərinə böyük vəzifə düşür. Biz bunu təbliğ eləməli. Biz etməsək kim eləyəcək ki? Tək Eko və Səma təşkilatı deyil. Digər qeytələr də buna qoşulmalıdır. Gələn il başqa layihələr də icra olunmalıdır. Daha uzun müddətli. Yaxşı olar ki, məsələn, ekoturizmi praktiki olaraq öyrənən bir qruplar, təşəbbüs qrupları. Bəli, təşəbbüs qrupunun deyək ki, təşəbbüsləri layihələndirilsin, maliyyələşdirilsin. Onlar ki, bir ay, deyək ki, 10 təbiət könüllüsü müəyyən ərazidə yaşasın. Yəni, onu video çəksinlər, o Survivor işi var. Elə bir şey. Sırf təşviqat üçün. Yəni, sırf təbliğat üçün ki, insanlar bu sahəyə diqqət ayırsınlar. Biz Səma və Eko sosial-iqtisadi inkişafa dəstək ictimai birliyinin keçən ilki layihələrində də iştirak eləmişdik. Bu ilki layihələrində də artıq da birlikdə əməkdaşlıq edirik. Orada da ekoturizmin inkişafı ilə bağlı müəyyən tədbirlər görüldü. Eynisi ilə yenə bu ilə davam edir ekoturizm. Mənə gəlir ki, İradə xanım bu mövzuda mayak olub, başqa bir təşkilatları da, ictimai birlikləri də öz ətrafında toplayıb çox gözəl bir layihələr ərsəyə gətirə bilərlər. Yox, əlbəttə, bu işin PR-ı qurulmalıdır. Bəli. Məsələn, sosial şəbəkələr dövrüdür. Tək televiziyalar, deyək ki, sahibkarlıq subyektidir, öz planı var, qazancı var. Amma sosial ayrı-ayrı fəallar da bunu eləyə bilər. Təbiət könüllüləri, təbiət sevərlər bunu eləyə bilər. Bu təşviqatdan çox şey asılıdır. Məsələn, müəyyən bir qruplar bu könüllü şəkildə bunu icra eləsələr, gələn il başqa adamlar da qoşulacaq. Məsələn, bu Güney Azərbaycanda hər il Savalan dağının ətəyinə, sonra Bəz qalası yürüşləri vardı. 1 milyon insan iştirak eləyirdi. Gedirlər, bu həm də bir kültürel tədbirdir. Gedirlər, hər bölgə özünün folklorunu nümayiş elətdirir. Hər bölgə özünün musiqisini nümayiş elətdirir. Əl işlərini nümayiş elətdirirlər. Bu da həm də bir festival xarakteri daşıyır. Bizdə keçirirlər, məsələn, Nar festivalı, Alça festivalı. Məsələn, bu cür tədbirlər davamlı olmalıdır. Bu müvafiq qurumlar bu barədə yaxşı təşəbbüslər irəli sürürlər son vaxtlar. Məsələn, bir zamanlar bizim qeyri-hökumət təşkilatları Gürcüstanda Elat günləri keçirirdi. Hardasa bir 3-4 il keçirildi. O da bayaq dediyim bütün nüanslar orada var idi. Folklor nümayişi, sazın nümayişi, at yarışları keçirilirdi, çövkan oyunları təşkil olunurdu. İndi o Yaylaq festivalı adı ilə bərpa olunub Azərbaycanda. Bu yaxınlarda Qət bölgəsində Mədəniyyət Nazirliyi təşəbbüsü ilə bir şey keçirildi. Bilirsiniz, turizmi tanıtmaq üçün bu cür tədbirlər mütləqdir. Tək şəkildə. Vətəndaş cəmiyyət üzərinə böyük vəzifə düşür, medianın üzərinə böyük vəzifə düşür. 2 dəqiqəlik çox dedim, 50 saniyəlik bir sosial çarx neçə insanı, auditoriyanı o istiqamətə cəlb eləyə bilər. Bunların yolu tapılmalıdır. Hər halda turizm ölkənin turizm strategiyası ilə məşğul olan qurumlar var, beyin mərkəzləri var. Bu onların işidir.
Eyni zamanda QHT-lərin işidir. Məsələn, bu il İradə xanım bunu keçirdib. Mən düşünürəm ki, gələn ildə biz bu təşəbbüsdən çıxış eləyək. Tamam başqa bir bölgədə Çox gözəl olar. turizm obyektlərinin təbliği istiqamətində işlər görək. Çox gözəl. Çox təşəkkür edirik. Bəs Elman müəllim, belə bir şey deyim ki, bu insan fəaliyyəti ümumiyyətlə vulkanlara necə təsir göstərir? İnsan fəaliyyəti bayaq mən dedim, o qaynama sulara təsir eləyir. Antropoloji təsirlər var. Bu da özünü çirkab sularının axıdılmasında göstərir. Sonra ərazinin mənimsənilməsində göstərir. Məsələn, o palçıq vulkanlarının ki, ərazisində turizm obyektləri olmalıdır. Orada fərdi yaşayış sahəsi və yaxud otlaq kimsə özəlləşdirib, deyək ki, otlaq məqsədindən istifadə. Belə şeylər olmamalıdır. Yəni bu insan amili birbaşa onunla təsir. İkincisi, ərazini ziyarət edən turistlərin məsuliyyət məsələsi var. Təhlükəsizlik qaydaları onlara izah olunmalıdır. Ətraf tullantı məsələsi. Məsələn, tullantı məsələsi ciddi şəkildə riayət olunmalıdır. Əraziyə bayaq dedim, təkrarda fayda var. Yanar əşyalar, kənar əşyalar atmaq olmaz. Yəni o ekosistemi qorumaq lazımdır. Yəni biz məsələn bir kimyəvi maddə atarıq, kimyəvi qatqılı bir maddə atarıq, o ekosistemə mikroorqanizmlərin məhv olmasına gətirib çıxara bilər. Ərazi betonlaşdırılmamalıdır. Nəqliyyat sistemi yaşıl enerji ilə işləyən, elektriklə işləyən mikromobillər tətbiq olunsa daha yaxşı olar. Ekologiyanın Demək ki, qorunması. Ekoturizmin inkişafı eyni zamanda da təbiətin qorunmasına gətirib çıxarır. Yox, əlbəttə, ekoturizm, bəli. Məsələn, bayaq danışdıq ha, məsələn, 5 ulduz oteldə dincəlmir, çadır qurur. O adamın o meşə onun ixtiyarına verilməyib ki, təhlükəsizlik qaydaları var. O mütləq ocaq qalayacaq. Piknik ərazilərində qalanmalıdır ocaq. Sonra, məsələn, ora yanar əşya atmaq olmaz. Deyək ki, tez alışan maddələrə bulaşmış əski parçaları, kağız parçaları atmaq olmaz. Tez alışan deyək ki, maddələrin yanında ocaq qalamaq olmaz. Quru budaqların yanında ocaq qalamaq olmaz. Yəni turist ekoturizmə gedən, təbiət qoynunda istirahət eləmək istəyən, təbii ki, onlar hamısı icazə iləndir. Bir turist harda gəldi gedib çadır qura bilməz. Xüsusi yerlərə ayrılmalıdır. Harda gəldi gedib ocaq çata bilməz. Harda gəldi siqaret çəkə bilməz. Siqaretin yanar kötüyünü hara gəldi ata bilməz. Çünki bilirsiniz, müəyyən xüsusən yay mövsümündə ağacların quru budaqları olur. Onlar quru otlar olur. Onlar yanar maddə hesab olunur, tez alışan maddə. Adi bir avtomobil qığılcımından da böyük bir meşə yanğınlarına gətirib çıxara bilər. İkincisi, tullantıların idarə olunması çox ciddi məsələdir Azərbaycanda. Bax, Bakıda, Balaxanıda bərk məişət tullantılarının təkrar emalı zavodu var. O açılandan sonra Bakıda ekologiyasına nə qədər müsbət faydası oldu. Mən nə qədər şikayət vermişəm. İstər mətbuat nümayəndəsi kimi, istər QHT nümayəndəsi kimi. Mənzil istismar sahəsi o vaxt onlar daşıyırdı məişət tullantılarını. Qutular dolurdu, yanında da bir qalaq od vurub yandırırdılar. Polietilen torbalar yanırdı. Mən neçə dəfə şikayət eləmişəm və Ekologiya Nazirliyi tədbir görüb. Ayrı-ayrı mislər cərimə olunub, mənzil istismar sahələri cərimə edilib. Amma indi mən Bakıda zibil yandırılmasına şahid olmamışam açığı. Neçə ildir. Yoxdur belə bir şey. Çünki o qədər yəni intensiv çalışır onlar. Anında gəlir, aparırlar, həmin ora təhvil verirlər və orada iqtisadiyyatın canlanmasına səbəb olur. Məsələn, orada nə qədər adam işləyir o zavodda. İnsanlar evlərinə çörək aparırlar oradan. Orada təkrar emal var. Bu da iqtisadiyyatı canlandıran nüanslardandır. Biz keçən ilə İradə xanımla ölkənin qərb bölgəsində tədbir keçirdik, layihə icra edirik. Orada biz ətraf mühitin, ətraf ərazilərin məişət tullantılarının təmizlənməsi aksiyası keçirdik və
sahibsiz heyvanlara qida dağıtma aksiyası keçirdik. Bir neçə bölgədə, Hacıkənddə, Gəncədə, Daşkəsəndə. Mən orada bir nüans mənim diqqətimi çəkdi. Orada məişət tullantılarının idarə olunması çox bərbad təşkil olunub. Yəni insanlar hara gəldi məişət tullantılarını polietilen torbada atırlar. Deyək ki, kolun içinə atırlar, meşəyə atırlar və o qida qalıqları çürüyür. Vəhşi heyvanlar onu yeyir, sahibsiz heyvanlar. Amma polietilen torbalar, polietilen qablar yerin altında, yerin təkində 500 il çözülmür, həll edilmir. Bəli, hə. Yəni bax bu çox yaxşı olardı ki, qərbdə biz turizmin, keyfiyyətli turizmin təşkilindən danışırıqsa, ilk növbədə məişət tullantılarının idarə olması birinci həll edilməlidir. Ən az orada tədarük məntəqəsi olmalıdır. İnsanlar onları, o məişət tullantılarını toplamalıdırlar və yaxud toplayan bir qurum olmalıdır. Gətirib o tədarük məntəqəsinə təhvil verməlidir ki, onlar da emal üçün Bakıya gətirsinlər. Və yaxud o emal zavodundan biri də qərbdə tikilməlidir. Ya Yevlaxda, ya ümumi mərkəzdə də, ya da Gəncədə. İnanın, qərb bölgəsində bu problem çay yataqlarını atırlar. Polietilen torbaları, meyvə qalıqlarını, qida qalıqlarını, butulkaları, müxtəlif konserv qablarını. Siz dediyiniz kimi Bakıda o göstəriləri tutaq ki, bu qutular üçün və yaxud da ki, artıq qidalar üçün, polietilenlər üçün fərqli-fərqli üzərlərinə yazırlar zibil qablarının. Yəni deyirsiniz ki, belə olmalıdır orada da. Əlbəttə, bu hələ tədarük məntəqəsidir. Onsuz da çeşidləmə zavodunda onu çeşidləyirlər. Orada işçilər var, əlbəttə. Şüşə qabları bir yerə yığırlar, polietilen qabları bir yerə yığırlar, dəri materialları, sonra parça materiallarını ayırırlar. Onsuz da insanlar hara gəldi atırlar. Əvvəl o var idi. İnsan gedirdi, ayaqqabını, deyək, köhnə ayaqqabını, ayaqqabı yerinə atırdı. İndi o qarışıb. Amma o çeşidləmə zavodunda onu edirlər. Çox yaxşı olar ki, bax o zavoddan birini də qərb bölgəsində açılsın. Mənə də elə gəlir ki, bu həm də təkcə necə deyim, ekoturizmin inkişafı deyil, iqtisadiyyatın da inkişafı üçün çox önəmli olacaq. Əlbəttə. O, üzr istəyirəm. Bəli, buyurun. O Palçıq vulkanı turizm obyektində turizmi, ekoturizmi təşkil eləmək üçün orada mütləq infrastruktur yaradılmalıdır. Yoldan başlamaq lazımdır. Əraziyə mütləq marşrut çəkilməlidir. Mən bayaq o prezidentin açılışda dedim ha. O turizm obyektində marşrut xətti var. Mütləq marşrut xətti olmalıdır. Çünki turisti taleyin ixtiyarına buraxa bilməsə, get manatlıqla get, bol çağır get. Niyə? O rahat getməlidir. Lap yəni gəlsə ora dəmir yol xətti çəkilməlidir. Çünki sən bundan pul qazanmağı hədəfləyirsənsə, birinci yolu, deyirik, yol mədəniyyətdir. Yəni, o məşhur filmdə deyildiyi kimi. Yəni, turisti ora gətirən yol rahat olmalıdır. Onun qalmağa yeri abad olmalıdır ki, o pul xərcləməyə həvəslənsin. Bir dəfə bu il biri gəlsin, gələn il dostu ilə də gəlsin. Gitsin başqa dostuna da önərsin ki, orada bir maraqlı yer var və özü çox hər şeydə çox rahatdır. Sonra orada məsələn möhtəkirliyə yol vermək olmaz. Ticarətin təşkilində qaydalar tətbiq olunmalıdır. Məsələn, siz bilirsiniz də, taksi xidmətində, elə xırda ticarətdə bizdə möhtəkirlik hallarına yol verilir. Xarici turisti aldadırlar. 10 manatlıq yola 30 manat deyil, hətta bəzən daha çox deyil. Və yaxud tumuz, məsələn, tumun qiyməti nə qədər olar ki, 1 manatlıq tum xırda kağız kisəsini 10 manata satanlar olub, ərəb turistlərində. Yəni, belə şeylərin qarşısı alınmalıdır. Bu, həm ölkəmizin imici baxımından yaxşı bir hal deyil. Həm də bir insanın özündə bir iş əxlaqı olmalıdır da. Axı, sən bu qələm, deyək ki, bu almışam mən 40 qəpiyə. Mən bunu turist istəyir məndən də bir məktub yazmaq istəyir. Nəsə qeyd eləmək istəyir. Mən ona deməliyəm ki, 10 manatdır. Bu, biraz insanın özü də bir məsuliyyətli olmalıdır. Həm də ki, onun məsul qurumlar var. O qurumlar aktiv olmalıdır. Bilirsiniz, hər şey bir-biri ilə sıx əlaqədardır da, belə yəni. Bəli, hər şey intizamdan başlayır, cərimələrdən başlayır. Görürsünüz, əvvəllər insanlar maşında kəmər taxmırdılar, amma hamı taxır. Çünki bir-iki cərimə olunacaq. Cərimələr həm də insan fəaliyyətini nizamlayan bir mexanizmdir, alətdir. Onlar tətbiq olunmalıdır. Tullantı atanlara qarşı cərimələr olmalıdır ki, bir də atmasın. Siz bilirsiniz, son vaxtlar piknik zonalarında
xeyli qayda qanun yaranıb. Siz parklarda yerə zibil atan görürsünüz, mən Xeyr, görmürəm. xeyr. Əvvəla təşkil olunub, Bəli. zibil qabları var, Hı məişət tullantılar Bəli. qabları var. İkincisi də cərimələr var. İnsan Bəli. bilir ki, yerə zibil atsa, siz bilirsiniz də 40 manatdan başlayır. Maşından, avtomobilin şüşəsindən atmaq 50 Bəli. manatdır. Yəni bu ətraf mühiti çirkləndirməyə görə hüquqi şəxslər daha çox cərimələnir. Fiziki şəxslərin də cəriməsi kifayət qədərdir. Hesab edirəm ki, bunlar öncə maarifləndirilmək lazımdır, məlumatlandırma, bəlkə heç adamın xəbəri yoxdur. Hər bir turizm bölgəsində, obyektində, müəssisəsinin girişində bannerlər asılmalıdır, məlumatlandırma lövhələri olmalıdır, davranış qaydaları yazılmalıdır, insan onu oxumalıdır, əməl etməsə onu da cərimələmək lazımdır. Elman müəllim, sizin dediklərinizə görə hələ çox iş var. Əlbəttə, biz bu yola təzə çıxmışıq da. Bəli, çox iş var. Hər şey görürsünüz, elə sahələr var, indi nizamlanır. Bəli. Bu da elədir. İndi biz neft-qaz ölkəsiyik də. Bəli. Şükür ki, Azərbaycan varlı dövlətdir. Müəyyən şeylər, məsələn, Gürcüstan turizminə nasıldır? Bilirsiniz, Gürcüstan çox istədi ki, o dəmir yolu xətti açılsın. Türkiyə turizminə nasıldır? Çünki yeraltı sərvətlərin biz biraz da rahat öyrənmişik. Neftə, qaza görə rahat öyrənmişik. Amma tədricən neft pulları azaldıqca, artıq başqa yerlərdən gəlir yerlərə. Deyil ki, bəli. Fosil qalıqlarından yanacaqdır o, ənənəvi yanacaq. Onlar tükənməz deyil. Biz niyə milyardlar xərcləyib günəş enerjisi istehsal edirik? Yaşıl enerjiyə keçirik. Çünki neft qaz tükənəndir. Bəli. Biz düşünürük ki, 50 ildən, biz gələcək nəslin də bəlkə də ehtiyatını xərcləyirik. 50 ildən sonra Azərbaycan bu cür zəngin olmayacaq ki. Bəli. O baxımdan turizm ən aparıcı sahələrdən biri olmalıdır və buna doğru da biz gedirik. Yəni Azərbaycanın da təbiəti ona uyğundur. Əlbəttə, bax, danışırıq Cənubi Qafqazda unikal bir bizim əlimizdə imkanlar var. Bundan biz niyə istifadə etməyək? Çox sağ olun Elman müəllim. Çox təşəkkür edirəm sizə. Yəni sizin danışığınızdan sonra mən hətta tarixi də yeniləmiş oldum beynimdə. Biz həm tarixi vərəqlədik, həm ekoturizmin inkişafı ilə bağlı müəyyən təşəbbüslər irəli sürdünüz. Palçıq vulkanları haqqında hətta bilmədiklərimizi də siz yenilədiniz. Sizin də dediyiniz kimi təkrarda fayda var. Və çox sağ olun, çox təşəkkür edirik bu geniş məlumata görə. Mən özüm, yəni İlk dəfə bəzi şeylər var ki, onları ilk dəfə eşidirdim və buna görə də bir daha mən sizə təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun. Və dediyiniz kimi çox gözəl olar ki, siz də bu layihənin başqa bir mövzuda və yaxud da ki, başqa bir istiqamətdə davam etdirilməsi üçün layihələr işləyəsiniz, davamlı olaraq bu mövzuda işlər görəsiniz, ekoturizmin inkişafı. Hətta siz danışırsınız, danışdığınız anda mənim beynimdə də bəzi o dediniz ki, gənclər, təşəbbüs qrupları, könüllülər, məndə daha hər hansı bir fikirlər yarandı ki, doğrudan da, yəni Elman müəllim doğru deyil, təkcə bunu bir vətəndaş cəmiyyətinin və yaxud da ki, bir təşkilatın üzərinə yıxmaq deyil, biz vətəndaşlar olaraq da, cəmiyyət olaraq da, media tərəf olaraq da bunun istiqamətində hər hansı bir köməklik göstərə bilərik. Çox sağ olun, çox təşəkkür edirəm. Mən isə izləyicilərimizlə sağollaşım. İzləyicilərimizə də təşəkkür edirik. Ümid edirik ki, siz də bəyəndiniz və vulkan pis görmələri və ekoturizm haqqında bilgilərinizi yenilədiniz. Bizim qonağımız Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli idi. Elman müəllim, biz sizə bir daha təşəkkür edirik. Layihəmiz isə Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı layihəsi çərçivəsində bugünkü ikinci verilişimiz isə Odlar Yurdunun Palçıq Möcüzələri adlı proqramı idi və layihənin həyata keçirilməsinə görə Səma və Eko Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi təşkilatın sədri İradə xanıma və layihəni maliyyələşdirdiyi üçün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirik. Sağ olun, gələn görüşlərədək.